Bir çoxumuz bəlkə də həyatımızın hər hansı bir dönəmində bir dəfə belə olsa bu tip cümlələri eşitmişik. Ağlama, özünü toparla, güclü olmalısan. Ağlamaqla nəsə düzəlmir axı. Yaxşı, niyə ağlamayaq? Nədir ağlamaqda bu qədər pis olan? Emosiyalar pisdir, yoxsa bəlkə onları göstərmək? Hər kəsə salam. Mən psixoloq, psixoterapevt Bikə Cəbrayılova. Bu podkastləri qeyd etməkdə hədəfim hər kəsin psixologiyanı anlaması, səssiz qalan düşüncələrinə səs olmaq, ad qoya bilmədiyi hisslərinə ad qoymağa yardım etməkdir. Elə isə gəlin başlayaq. Uşaqlıqdan bəri bəzilərimiz bu ifadələri tez-tez eşidir. Ağlamağın pis olduğu, zəiflik göstəricisi olduğu deyilir. Bu zəiflik məsələsinə yenə qayıdacağam. Amma ilk öncə emosiyalar barədə bəhs etmək istəyirəm. Bir çoxumuz hələ də elə düşünür ki, mənfi emosiyalar yaşamamalıyıq və ya mənfi bir şey hiss ediriksə, deməli burada nəsə bir problem var. Reallıq isə tamamilə fərqlidir. Mənfi emosiyalar da müsbət emosiyalar kimi olduqca sağlam və normaldır. Bu emosiyaları hiss etmək, düşüncələrimizin fonunda yaşadığımız mənfi təcrübələrə verdiyimiz ən təbii reaksiyalardır. Bəs nədir mənfi emosiyalarda bizə zərər verən, deyə soruşsanız, narahatlığın təşvişə, üzüntünün depressiyaya, xəyal qırıqlığının qəzəbə çevrildiyi zaman deyə cavab verə bilərəm. Emosiyalar həddən artıq şiddətli və mübarizə aparılmalı bir vəziyyətə gəldikdə, burada qeyri-sağlam emosiyalardan bəhs edə bilərik. Bəs bu sağlam və ya qeyri-sağlam emosiyaları bastırdıqda nə baş verir? Buna xalçanın altına süpürmək deyirik. Evdəki kiri, tozu xalçanın altına süpürürük. Heç kim görmür. Ev kənardan baxanda çox təmizdir. Özümüz belə evin nə qədər təmiz olduğuna inanırıq. Bir müddət keçir, artıq xalçanın altındakı kir o qədər çoxalır ki, görməsək belə üstündə gəzəndə nələrinsə səhv olduğunu başa düşürük. Zaman keçir. Xalçanın kənarından həmin kirlər yavaş-yavaş kənara daşmağa başlayır. Bir gün gəlir ki, ayağımız ilişir xalçanın kənarına. Yıxılırıq. Altındakı bütün kirlər ətrafa saçılır. Bunun psixologiyadakı adı isə emosional partlayışdır. Eyni bu ssenaridəki kimi emosiyalarımızı yaşamağa özümüzə icazə verməsək, davamlı onların üstünü örtüb təmizlənməyə icazə verməsək, bir müddət sonra yəqin ki, bir dağınıqlığın içində özümüzü tapacağıq. Yaxşı, bəs niyə bastırırıq bu emosiyaları? Nə olar ki, hər birini olduğu kimi yaşasaq? Özümüzə icazə versək? Bəzilərimizin güclü görünmə ehtiyacı vardır. Hansı ki, bu düşüncə formaları ilə özünü müdafiə edir və bu müdafiə emosiyaların bastırılmasına səbəb olur. Ağlamamalıyam, güclü görünməliyəm və ya olmalıyam kimi cümlələr qurdurur bizə bu ehtiyac. Bəzən uşaqlıqda emosiyalarını yaşamağa icazə verilməmiş içimizdəki həmin uşaq da qura bilir bu cümləni. Bəzən cəmiyyətin normativləri ilə idarə olunan bir zehində. Kişilər ağlamaz, qadınsan, bu nə əsəbilikdir? Kimi cəmiyyətin özünün də harada yazıldığını bilmədiyi, lakin hansısa səbəbdən üstündə durduğu düşüncələr. Unutmamalıyıq ki,
Qaba dolan suyun böyük bir həcmə çata biləcəyi reallığı varkən, onu stəkana doldurmaq istəmək daşmasına səbəb olacaqdır. Yaxşı, bəs ağlamaq bizə nə verir? Ola bilər düşünürsünüz ki, bu ağlamaq dediyimiz şeydə nə var ki, bu qədər üstündə dayanıram? Ağladığımız zaman parasimpatik sinir sistemimiz aktivləşir. Nə deməkdir bu? Ürək döyüntülərimiz yavaşlayır, əzələlərdə gərginlik azalır, nəfəsimiz sakitləşir. Bir növ rahatlama reaksiyasıdır ağlamaq. Beyin bir şeylərin artıq düzəldiyini zənn etməyə başlayır. Buna görə də bəzən ağladıqdan sonra bir rahatlıq hissi gəlir bizə. Bəzən də yuxululuq halı ilə rastlaşa bilirik. Bir digər məsələ isə beynimizdə ifraz olunan hormonlardır. Oksitosin və endorfin. Bu haqda çox şey danışmaq olar. Lakin qısaca. Ağladıqdan sonra bu iki hormon ifraz olunur. Hansı ki, oksitosin rahatlama hormonu, endorfin isə təbii ağrıkəsici olaraq da tanınır. Bu hormonlar sayəsində stressimiz azalır, hiss etdiyimiz ağrı yüngülləşir, emosional balansımız yenidən qurulur. Gələk mənə ən çox təsir edən və hər zaman qarşı olduğum o düşüncəyə. Ağlamaq zəiflikdir. Ağlama, gücsüz deyərlər, zəif deyərlər. Əslində isə bütün bu sərhədləri özümüzə qoymuşuq. Dörd tərəfdən içini sığa bilmədiyimiz bir hasar hörmüşük özümüzə. İndi də o divardan bu divara çırpırıq özümüzü. Çoxumuz özümüzə sual belə vermirik. Güclü olmaq nədir? Zəiflik nədir? Xoşbəxtlik və ya bədbəxtlik nədir? Ağlamaq o qədər əhəmiyyətli bir hadisədir ki, əslində. Fiziki rahatlıq, emosiyaları boşaltma və stres atma kimi fəaliyyətlərə təkan verir. Sosial baxımdan da mən yaxşı deyiləm siqnalını ötürə bilir. Həqiqətən, kişilər niyə ağlamaz? Güclü qadınlar niyə ağlamaz? Bax, mən o qədər güclüyəm ki, emosiyalarımı heç nədən çəkinmədən yaşaya bilirəm. O qədər güclüyəm ki, öz psixoloji sağlamlığımı qorumağı seçirəm. Mən o qədər güclüyəm ki, yaşadığım mənfi təcrübələr və düşüncələrimin fonunda belə bir reaksiya verə bilirəm. Bastırmıram, xalçanın altına süpürmürəm, təmizləyirəm və atmağı da bacarıram və ya ən qısa zamanda atmaq üçün bir kənara yığıram. Əsl güclülük budur. Mən hal-hazırda mənfi emosiyalar yaşayıram, narahat hiss edirəm, lakin fərqindəyəm və bunun keçəcəyini bilirəm deyə bilməkdir güclü olmaq. Əgər emosiyalar varsa, demək ki, onları fərqində olaraq yaşamağa dəyər. Göz yaşı varsa, yeri gəldikdə ondan istifadə etməyə də dəyər. Hər zaman xoşbəxt olacağıq deyə bir şey yoxdur. Xoşbəxtlik anlardır. Əsas olan hər bir anımızı fərqində olaraq yaşamaqdır. Müəyyən situasiyada doğru olan reaksiyanı verə bilməkdir. Ümid edirəm bu podkastlə sizdə nələrəsə toxunmağı bacarmışamdır. Hisslərinizə qayğı ilə yanaşmağı unutmayın. Sevgi ilə qalın.